Selamun aleyküm əziz dostlar. Britaniya Baş naziri Starmer canlı yayımda çıxış edib və bir daha İranla müharibəyə qatılmayacağını bəyan edib. Ümumiyyətlə tarixə biz baxanda bəlkə də ilk dəfədir ki, Britaniya Amerikanın müharibələrində Amerikaya dəstək vermir. Ümumiyyətlə Amerika Britaniya həmişə bir-birinə dəstək verir. Hətta məşhur bu Napoleon müharibələrindən sonra Monroe doktrinası o imzalanandan sonraki Amerika Avropa işlərinə qarışmır. Avropada Amerika kontinentindəki işlərə qarışmır. Amerika və Britaniya, yəni Birləşmiş Ştatlar, Amerika Birləşmiş Ştatları və Britaniya bir-birlərinə həmişə dəstək verir. Hətta məşhur Triyek müharibəsi var Çinlə Britaniya arasında. Ona belə sözdə də olsa Amerika Birləşmiş Ştatları Britaniya dəstək vermişdir. Yəni nədir? Məsələn, Britaniya, Amerika həmişə ən azı sözdə olsa bir-birlərinə dəstək verir. Mən hələ hərbi demirəm, hərbi cəhətdən ümumiyyətlə son 100 ildə daim ən azı Britaniya, Amerikada Britaniya həmişə bir-birlərinə dəstək verir. Və ilk dəfədir ki, bu İranla müharibədə Britaniya dəstək vermədi. Bu nədən irəli gəlir? Bunun mənim öz yəni ki, düşüncəmi sizlə bölüşəcəm. Biz Amerika Birləşmiş Ştatlarını İngilis müstəmləkəsi olub və ingilislər qurub da belə deyək və dövlət də hal-hazırda ingilis dildə. Düz deyirik, Amerikanlıyıq biz hamımız, bizim üçün fərqi yoxdur. Amma yenə də Amerika bir ingilis dövlətidir. Düz Amerika Birləşmiş Ştatları Britaniya birliyinə daxil olmasa da, amma bir ingilis dövləti sayılır yenə də. Ona görə Amerika, Britaniya bir-birlərinə həmişə dəstək olublar. Çünki Trump özü bu yaxınlıqda demiş ki, Britaniya bizim ən yaxın müttəfiqimizdir, amma dəstək görmədi. Yoxsa Britaniyadır. Bəli, tarix bu Amerika Birləşmiş Ştatları qurulandan Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqi Britaniya olub. Baxmayaraq ki, onlar elə Britaniyaya qarşı vuruşub və müstəqilliyini elan ediblər. Çünki bunlar ikisi də kökəni ingilisdir, ingilis dövlətidirlər. Amma ilk dəfə olaraq biri ingilis, o biri ingilisə dəstək vermədi. Bu nədən irəli gəlir? Mənim fikrimcə bu müharibə məhz Amerika Birləşmiş Ştatlarında iki dərin bir dövləti var, iki bir təfəkkür. Biri İngilis, sonra da qurulan, yaranan Yahudi. Yəni bu müharibə İngilislərin razılığı olmadan, Amerikanın İngilis dərin dövlətinin razılığı olmadan Yahudi dərin dövlətinin Trumpı belə deyək, vadar etdiyi, məcbur etdiyi bir müharibədir. Trump da ola bilsin bəlkə də biz onun yeznəsi Kuşner Yahudidir, qızı da Yahudilik qəbul edir. Bəlkə özü də artıq gizli Yahudidir. Və ki, Yahudilər Trumpı hakimiyyətə gətirdilər və Trumpı müharibəyə sürüklədilər. Yəni Böyük İsrail naminə, Böyük İsrail uğrunda. Və ingilislər də Böyük İsrail naminə, Böyük İsrail uğrunda müharibədə iştirak etmək istəmədilər. Normaldır, təbiidir. Ona görə Britaniya Amerikaya dəstək vermədi. Ona görə ki, yox, Britaniya İrandan qorxdu və yaxud da Britaniya birdən-birə hansı bir işğalçı müharibədə iştirak etmək istəmədi. Yox, nə oldu? Dünənə qədər Amerikanın bütün işğalçı müharibələrində elə birinci Britaniya iştirak edir. Elə son 12 günlük qarşıdurmanı deyək ki, bir neçə bundan qabaq İranla. Orada da Britaniya gəmiləri Amerikaya dəstək verdi. Amma bu dəfə vermədilər. Və verməyə də görünür ki, Starmer'in indi bugün biraz var canlı yayında xalqına müraciətində görünür ki, ümumiyyətlə vermək istəmirdi. Bu təkcə bir Starmer'in mövqeyidir, bu Britaniyanın mövqeyidir, bu İngilis kral ailəsinin mövqeyidir. Yəni Britaniyanın da real sahibləri, əsas sahibləri İngilis kral ailəsidir. Onlar o siyasəti müəyyənləşdirirlər. Və İngilis kral ailəsi də və Amerika Birləşmiş Ştatlarında da quran və olan ona yönədən İngilis dərin dövləti də bu müharibədə, Yahudi müharibəsində, Trumpın Yahudi müharibəsində, Trumpın Siyonist müharibəsində Trumpa Amerika Birləşmiş Ştatlarına dəstək verməli. Yəni İngilis dərin dövləti, Yahudi dərin dövlətinə Amerika Birləşmiş Ştatlarının daxilində Amerika Birləşmiş Ştatları qurulandan rəqabətdədir. Yahudi dərin dövləti son 10 illərdə müvəffəq olub İngilis dərin dövlətini sıxışdırıb. Yəni əvvəl əgər Amerika siyasətində tək söz sahibi İngilis dərin dövləti idi. İngilis maraqları idi, Anglo-Sakson maraqları idi, Anglo-Saks maraqları idi. Amma sonra yavaş-yavaş Yahudilər belə bu alanı bölməyə başladılar Anglo-Sakslarla rəqabətdə və artıq bir Yahudi maraqları, Yahudi belə deyək, istəkləri irəli gəldi və bu çoxdan davam edir. Bu Trumplıq deyil. Yəni hər şeylə Trumpın üstünə atmayaq. Elə götürək Clinton'ın dövründə. Clinton demokratların ki prezident idi. Clinton bir çıxışı var idi. Düz o prezident artıq prezident deyil idi. Onun bir sözü var idi. Deyir, mən fəxr eləyərəm ki, İsrail, Fələstin uğrunda İsrail akoplarında, yəni ki,
vuruşum. Yəni bu Clinton'un, Bill Clinton, Amerikanın keçmiş prezidentinin dediyi söz. Düz artıq onu prezident olmayandan sonra demişdi. Amma indi Trump artıq prezident olanda artıq bunu deyir. Fərq ancaq bundadır. Yəni əgər əvvəlkilər qeyri-rəsmi dəstəyi verirdilər Yahudi maraqlarına, əvvəlki prezidentlər, istər Obama olsun, istər Clinton olsun, istər kiçik Bush olsun, istər böyük Bush olsun, istər ondan əvvəlkilər olsun. Hə, indi isə Trumpda isə açıq artıq. Yəni burada bir münafiqliksiz, ikiyüzlülük olmadan açıq dəstək göstərilir və bu da görünür ki, Amerika Birləşmiş Ştatlarında, Amerika Birləşmiş Ştatlarına quran İngilis dərin dövlətinin maraqlarına cavab vermir və İngilis kraliyyət ailəsində Britaniyanın da, yəni ki, Amerikanı doğan Britaniyanın da dövlət olaraq maraqlarına cavab verir və ona görə də bu artıq Amerika dərin dövlətinin, Amerika dövlətinin, Amerika Birləşmiş Ştatlarının daxilində bir anglosakslarla Yahudilərin qarşı durması deməkdir. Yəni Amerikanın əsas, Amerika Birləşmiş Ştatları adlı dövlətin əsas özəyi olan anglosakslarla Yahudilərin, siyonistlərin bir qarşı durmasından xəbər verir və görünür anglosakslar Trump'ın bu siyasətindən narazıdır. Yəni anglosakslar Amerikanın yenə də İngilis dövləti olduğunu göstərmək istəyir. Yenidən İngilis dövləti, yəni anglosaksların tam maraqlarına qayıtmasını istəyir və ona görə də bu müharibədə öz dövlətini, yəni Amerika Birləşmiş Ştatlarını tənha buraxdı. Çünki Amerika Birləşmiş Ştatları Yahudi maraqları üçün, siyonist maraqları üçün savaşa girdi bu qarşıdurmada və bu da anglosaks maraqlarını görünür, maraqlarına cavab vermir. Ona görə mən məhz Böyük Britaniyanın bu müharibədə ilk dəfə olaraq Amerikanın Birləşmiş Ştatlarına apardığı xarici müharibədə Amerika Birləşmiş Ştatlarına dəstək verilməsini mən bu cür sezirəm, bu cür görürəm. Təbii Azərbaycan siyasi establishmentində belə söhbətlər edilmir. Belə söhbətlər olsa maraqsız da gəlir, ümumi məzbərlənmiş tekstlərdir. Molla rejimi dağılmalıdır və yaxud da və s. və yaxud da əksinə İsrail dağılmalıdır. Bu bir azarkeşlik. Necə Rusiya-Ukrayna müharibəsində Amerika-İran qarşı durması, bu bir azarkeşlik hər iki tərəfdən hiss olunur. Amma biz çalışdıq daha dərin bir öz çapımıza, öz miqyasımıza bir analiz apara bilək. İnşallah ümid edirəm siz üçün də maraqlı oldu. Təşəkkür edirəm.